Hər birinizi xoş gördük əziz izləyicilər. Bugünkü dərsimizdə sizlərlə 1S dərslərimizə qaldığımız yerdən davam edirik və ödəniş çekinin qurulmasını izah edəcəm. Əvvəlcə yaratdığımız yenidən bazamıza daxil oluruq və bu hissədə müəssisəyə baxırıq. Əvvəlcə nələr qurduğumuza baxaq. Biz digər dərslərdə kataloq və satış olaraq bunları 3 qrupa ayırmışdıq. Hər qrupun içərisində də ona uyğun olan bölmələri seçmişdik. Burada artıq ödəniş çekinin qurulmasını izah edəcəm. Bunun üçün burada müəssisədən çıxırıq və daxil oluruq konfiqurasiya bölməsinə. Konfiqurasiyanı açdıqdan sonra ümumiyyətlə ödəniş çekinin qurulması üçün bizim istifadə edəcəyimiz sadəcə bir bölmə var. Bu isə sənədlər bölməsidir. Yəni ki, biz alış-satış qaymələrimizin yaratdığımız hissədən burada sıfırdan ödəniş çekini yaradacaq. Bunun üçün sənədlərin üzərində sağ düyməyə toxunuruq, əlavə etmə sözünü seçirik və ona ad veririk. Adını mən birbaşa ödəniş çeki olaraq yazıram. Yenə də istədiyiniz məlumatı qeyd edə bilərsiniz. Sadəcə fərqləndirmək üçün ödəniş çeki yazmaq daha yaxşıdır. Enter ilə təsdiqlədiyi sinonim olaraq da ödəniş çeki olaraq qeyd olunur. Və artıq biz digər dərsimizdə ümumidə alt sistemlər yaratmışıq deyə burada mütləq hər hansı bir qrup aktiv etməlisiniz. Əgər heç bir qrup seçməsəz, artıq sizin yaratdığınız ödəniş çeki müəssisədə qeyd olunmayacaq. Bunun üçün də ödəniş çekində hər hansı bir alt sistemlər seçilməlidir. Mən alt sistemlər olaraq alış və satış hissələrini seçirəm. Daha sonra verilənlər bölməsinə daxil oluram və verilənlərdə mənə həm cədvəl hissəsi verilir, həm də rekvizitlər verilir. Cədvəl hissəsini yaratmaq olar, lakin bir çox ödəniş çekində cədvəl yox, sadəcə yazılı şəkildə məlumatlar olur. Bunun üçün də mən sadəcə rekvizitlər əlavə edəcəm. Buna görə yuxarı hissədə plus işarəsinə toxunuram və ad yazılan bölmədə ödəyici adı sözünü qeyd edirəm. Altdan xətlə yazmalıyıq ayırmaq üçün. Enter. Daha sonra isə əgər ödəyicinin adı və soyadı yazılacaqsa, bu zaman uzunluğu daha çox artırmalısınız. Əgər uzunluğu 10 olaraq saxlasanız, ödəyicinin ola bilsin adı 10 hərfdən çoxdur və yaxud da soyadla birlikdə çox olur və bu zaman yarıda qalacaq, tam yazılmayacaq. Bunun üçün də bunu 10 yox, 15, 16, yəni çalışdığınız qədər çox yaza bilərsiniz. Daha sonra yenidən plusa toxunuram və burada əlavə məlumatlar yazıram. Onu da qeyd edim ki, sənədlər bölməsində tarix sözü özü avtomatik gələcək, yəni buna görə tarix yazmanıza ehtiyac yoxdur. Amma hər hansı bir ödəniş çekində normalda ödəyicinin adı, ödəniləcək məbləğ, tarix, imzalar qeyd olunur. Mən imzalar qeyd etməyəcəm, çünki bir S-də imza atmaq mümkün deyil. Yəni imza olaraq siz sadəcə ödəyici adı qeyd edə bilərsiniz və yaxud da qəbul edən şəxsin adı qeyd edə bilərsiniz. Bunun üçün də mən sadəcə ödəyici adı, məbləğ yazıram, nə qədər ödəniləcək və qəbul edən şəxs yazıram. Qəbul edən də ad soyadla qeyd olunacaq deyə bunun da uzunluğunu 15 olaraq yazacağım. Daha sonra isə bunu bağlayırıq. Bağladıqdan sonra yenidən bazamızı yeniləyirik və yenidən müəssisəyə daxil oluruq. Daxil olduqdan sonra alışa toxunsanız artıq ödəniş çekinin burada olduğunu və eyni qaydada satışa da toxunsanız ödəniş çekinin burada da olduğu qeyd olunur. Mən artıq alt sistemlərdə ödəniş çekini aktiv etməmişdim deyə bu bölmədə yoxdur. Kataloqda qeyd olunmayacaq. Alışa daxil oluruq, ödəniş çekini içərisini yazmaq üçün bölməni seçirsiniz və sizə yenidən burada yaratmaq sözü qeyd olunur. Və diqqət etsəniz, mən burada tarix və nömrəni yazmamışdım, lakin dediyim kimi sənədlər bölməsində tarix və nömrə hər zaman avtomatik gəlmiş olacaq. Sadəcə yaratmaq sözünü seçirsiniz, tarix olaraq tarixi dəyişə bilərsiniz, nömrə olaraq istədiyiniz nömrəni yaza bilərsiniz. Mən bugünün tarixini qeyd edəcəm deyə dəyişmirəm. Ödəyici adı olaraq isə şəxsin həm adını, həm də soyadını yazırsınız. Mən burada Elvin Ağayev yazıram. Və məbləğ olaraq deyək ki, 70 AZN ödəyir. Qəbul edən şəxsin də yenidən ad soyadı yazılmalıdır. Zəhra Babayeva. Və sadəcə keçirib bağlayırsınız.
Bunu etdikdə artıq həm ödəyicinin adı, həm məbləğ, həm də qəbul edən şəxs haqqında məlumatlar avtomatik gəlmiş olacaq. Təbii ki də daha çox məlumatlar yazmaq istəsəniz, bu zaman sənədlər bölməsində verilənlər hissəsində daha artıq məlumatlar da qeyd etmək olar.